Dedektiv romanlardan danışacağıq. Görkəmli Alman sənətşünası, jurnalisti, kino tənqidçisi Siegfried Kracauer nadir düşüncə adamlarındandır ki, hələ dedektivin çox da hörmətli sayılmadığı vaxtlarda 20-ci əsrin əvvəllərində Dedektiv roman, fəlsəfi bir analiz adlı kitab yazdı. Kracauer bu kitabda bugün zaman-zaman səslənən, təhlildən, analizdən nəsibini almamış, eləcə tutuluşu kimi təkrarlanan, tifliklənən bir fikrə ilk çıxdığı vaxtlarda reaksiya verib. Bütün dedektiv əsərlər eləcə oxunub, sonra başqasına hədiyyə ediləsi boş kitablardır. Bizim kitab sorğularında, anketlərdə tez-tez təkrarlanan bu fikir janr növ məsələsinə 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərindəki yarımçıq yanaşmanın təzahürüdür. Ədəbiyyatşünaslıqda pis janr, pis növ anlayışı yoxdur. İkinci Dünya müharibəsindən sonra lap dəqiqi ötən əsrin 70-ci illərinin əvvəllərində barmaqarası baxılan janrlara, növlərə münasibət dəyişdi. Bunun bir səbəbi müharibənin yaratdığı travmatik ovqat idisə, digər səbəbi postmodernizmin kütləvi ilə elitar arasındakı iyerarxiya uçurumunu aradan götürməsi oldu. Edgar Allan Poe'dan Fernando Pessoa'ya, Chestertondan Borges'ə, Truman Capote'dən Patricia Highsmith'ə, Orxan Pamuka qədər bir sıra ciddi müəllif dedektivə biganə qalmayıb. Ya qələmini bu sahədə sınayıb, ya da onun imkanlarını öz məqsədinə xidmət elətdirib. Saqqallı poet ləqəbi olan ustadlar ustadı Umberto Eco, populyar roman qəhrəmanları kitabında Sherlock Holmes, Arsène Lupin kimi dedektiv qəhrəmanlara xüsusi yer ayırır və necə böyük həvəslə populyar romanlar oxumağından danışır. Maarifçilikdən başlayan, 19-20-ci əsrlərdə öz zirvəsinə çatan qatı olanın buxarlaşması, sirrin sirr olmaqdan çıxması, möcüzəyə inamın itməsi, ağlın, rasionalizmin ön plana keçməsi dedektiv kimi bir janrın yaranmasına və yayılmasına şərait yaratdı. Bugün həmin proses özünün nirvanasına çatıb. Məsələ təkcə dedektivlə bağlı deyil. Məsələn, artıq 2000-ci illərdən bəri sehirbazların trükları yox, bu trükların sirrini deşifrə edən videolar daha çox maraq doğurur. Reality şouların, TikTok'un bu qədər dəbə minməsinin bir səbəbi də bəlkə də budur. Kadr arxasının kadr önünə keçməsi. Kracauer deyir ki, dedektiv əsərlər sekulyar teologiyadır. Dedektivin cinayətkarı tutması müəyyən mənada ayindir. Formasını dəyişmiş cin çıxartma ritualıdır. Egzorsizmdir. Ancaq tanrısız və duasız şəkildə. Dedektiv göylərin yox, yerin ədəbiyyatıdır. Xəfiyyə sekulyar keşişdir, könüllü münzəvidir. Bəlkə də bu qarşı durmanı, əksliyi bir qabda birləşdirməyə çalışan yeganə müəllif Chesterton olub. Bilərəkdən göy adamı keşişlə yer adamı dedektivi birləşdirərək bir xəfiyyə yaratmışdı. Keşiş Brown. Kracauerin sxemində kilsənin sükutunu otelin sükutu əvəz edir. Əvvəllər günahkar olan indi cinayətkarla əvəzlənir. Doğrudan da əksər dedektivlərdə, trillerlərdə məkan kimi otel xüsusi yer tutur. Tanışlıqlar, təsadüfi rastlaşmalar, gözləntilər, düyünlərin açılması çox vaxt oteldə baş verir. Nə vaxtsa bir ədəbiyyat jurnalında dedektivlə bağlı maraqlı bir məqalə oxumuşdum. Orada deyilirdi ki, şərqdə yaxşı dedektiv əsər yarana bilərmi? Suriyalı Alman yazıcı Rafiq Şamini bu suala belə cavab verir. Şərqdə yaxşı dedektiv əsərlər yarana bilməz. Çünki yaxşı dedektivlərdə cinayət həmişə iyerarxiyanın elə məqamları ilə bağlı olur ki, şərqdə bunlar tabudur. Qərb dedektivinin əsası Edgar Poe'nun 1841-ci ildə yazdığı Morg küçəsində qətl hekayəsi ilə qoyulub. Hekayənin qəhrəmanı Auguste Dupin sonradan məşhur olacaq Sherlock Holmes'un Hercule Poirot'un əcdadıdır. Əqli analitik bir növün əsasını romantik bir şairin qoyması ədəbiyyat tarixinin maraqlı faktlarından biridir. Edgar Poe'dan Agatha Christie'yə gedən istiqamətdə dedektiv daha çox riyazi problemdir. İnsan xislətindəki şər, eksistensiya haqqında deyil. Halbuki laf dərindən baxsaq, əslində bütün dedektiv sujetlər Habil-Qabil əhvalatının genişləndirilmiş, fonu dəyişdirilmiş variantlarıdır. Bugün bütün dünyada Nordik Noir, Skandinav dedektivi populyardır. Xüsusilə Stieg Larssonun Millennium seriyasından olan Əjdaha Tatlı Qız romanı, oradakı eksentrik Lisbeth Salander personajı və həmin əsərə çəkilən eyni adlı filmin geniş yayılması son illərdə UNESCO'nun Harry Hole personajı geniş oxucu kütləsinin sevimlisinə çevrilib. Çağdaş detektivin ən nəzərə çarpan xüsusiyyəti hər hansı milli personajın dünyanın müxtəlif ölkələrində baş verən cinayətləri çözmək üçün səyahətə çıxması, getdiyi ölkəni bir növ turistik reflekslərlə oxucuya tanıtmasıdır. Bu, dedektivin turistikləşməsidir.